Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının məhkəmə prosesində Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və işğalçılıq siyasəti nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət hadisələri ilə bağlı yeni sübutlar təqdim olunur. Həmin sübutlarda, faktlarda, təqdim olunan sənədlərdə bir daha təsdiqini tapır və bəlli olur ki, 2019-2020-ci ildə Ermənistan Azərbaycanla sülhə deyil, yeni müharibəyə hazırlaşırmış. Bununla bağlı irəli sürülən iddia isə yeni ərazilər, yeni müharibə olub. Məhkəmə prosesində təqdim olunan sənədlərdən biri 2020-ci il sentyabrın 25-də imzalanıb. Həmin sənədi o zamanlar qondarma rejimin dırnaqarası müdafiə ordusunun qərargah rəisi olan Kamo Vardanyan imzalayıb. Həmin sənəddə, həmin əmrdə daha doğrusu Azərbaycanın yeni yaşayış məntəqələrinin məhv edilməsinə dair əmr verilib. Əlavə edilmiş siyahıda isə Azərbaycanın çoxsaylı yaşayış məntəqələri, o cümlədən şəhər və kəndləri, rayonlar, qəsəbələri qeyd olunub. Həmin siyahıda Naftalan, Yevlax, Ağcabədi, Bərdə, Gəncə və digər şəhər və rayonların adları qeyd olunub. Və bildirilir ki, bunun üçün sentyabrın 28-nə dək vaxt verilir. Həmin o ünvanlanan, əmrin ünvanlandığı hərbi hissələrin komandirlərinə, müavinlərinə və digərlərinə ünvanlanmış əmrdə 3 gün ərzində vaxt verilir və bildirilir ki, bunun üçün xüsusi stansiya yaradılmalı və orada 40 raket işə düşməli və hazır vəziyyətdə olmalıdır. Məhkəmə prosesində bu cür sübutlar, faktlar çoxdur. Yeni faktlardır bunlar. Məhkəmə prosesində həmin sənədlər nümayiş olunur və nümayiş olunan videolardan birində də qeyd olunur ki, Ermənistanın o zamanlar müdafiə naziri olmuş David Tonayan öz müsahibəsində, çıxışında erməni diasporunun qarşısında bildirir ki, biz yeni ideya ilə çıxış etməliyik, yeni tezislə çıxış etməliyik. Bu isə yeni ərazilər, yeni müharibədir. Sülhə deyil, Azərbaycanla yeni ərazi iddiasına üçün biz səngərdən, müdafiədən çıxıb hücuma keçməliyik. Bu cür məhkəmə prosesində qeyd etdiyimiz kimi sübutlar çoxdur və açıq keçən məhkəmə iclasında araşdırılır, tədqiq olunur. Bununla bağlı təqsirləndirilən şəxslər dövlət ittihamçılarının suallarını cavablandırırlar. İfadələrdə də Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə bir daha etiraf olunur və qeyd olunur ki, həmin vaxtda təqsirləndirilən şəxslər qeyd edirlər ki, həmin vaxtda Ermənistan silahlı qüvvələri qondarma rejimin yaratdığı dırnaqarası müdafiə ordusunu bütün silah, sursatla təchiz edib. Açıq keçən məhkəmə iclası ilə bağlı, bugünkü iclasla bağlı biz xəbərlərin növbəti buraxılışında geniş reportajımız var ki, orada da maraqlı faktlar öz əksini tapır. Onu da növbəti buraxılışlarda tamaşaçıların diqqətinə çatdıracaq.